Bismillahirrahmanirrahim. Bugündən etibarən İslamın əsasları haqqında, üsul-i din haqqında, dinimizin kökləri haqqında çox qısa olaraq bəhslərə başlayırıq və bu haqda çox qısa söhbətlər edəcəyik. Öncədən onu deyim ki, bu dərslər, belə deyək, əsasən qeyri-müsəlman ölkəsi, Ukraynada yaşayan soydaşlarımız üçün nəzərdə tutulub. Ona görə də mümkündür ki, dəlillər və sübutlar bir qədər sadə olsun, bir qədər kiçik olsun, bir qədər az olsun. Amma hər halda nəzərə almaq lazımdır ki, konkret olaraq bizim bu söhbətlərimiz çox az və ya tamamən İslam bilgisi olmayanlar üçün nəzərdə tutulub. Biz dinin əsaslarından danışacağıq. Dinin əsasları, İslam dininin əsasları üsul-i dindir. İslam dininin əsasları 5'dir. Üsul-i din, təvhid, ədl, nübüvvət, imamət və məaddan ibarətdir. Çalışacağıq ki, bu qısa söhbətlərimizdə bu mövzulara işarə eləyək və müəyyən qədər çox qısa dəlillərlə fikirlərimizi, daha doğrusu İslamın əsaslarını əsaslandıraq. İlk olaraq ümumiyyətlə belə bir sual formalaşır. Nə ehtiyac vardır buna? Yəni ümumiyyətlə İslamın əsaslarını, üsul-i dini öyrənməyə nə ehtiyac var? Ehtiyac varmı, yoxmu ümumiyyətlə? Lazımdır bu insana. Biz çalışaq bu suala bir qədər sadə cavab verək. Məsələn, insanlarda belə bir xüsusiyyət var ki, adətən insanlar öyrənmək, məlumat toplamaq, bilmədiyini bilmək, maraqlı olanın ardınca getmək, bu cür insanlarda o fitri bir istedadlar var, keyfiyyətlər var və ya bacarıqlar var. İnsan belə məxluqdur. Məsələn, Allah göstərməsin, bir nəfər avtomobil qəzasına uğrayır, huşunu itirir, gözünü açan kimi ilk verəcəyi sual bundan ibarət olur. Mən haradayam, nə üçün buradayam, nə vaxt çıxacağam və heç ola bilməz ki, insan məsələn bir müddət huşunu itirəndən sonra özünə gəlsin və yerləşdiyi məkan haqqında, orada nə üçün olduğunu və nə vaxt oradan çıxacağını bu haqda suallar verməsin. Niyə? Çünki bu insandır, insanda normal olaraq bu hisslər var. İnsan bilmək istəyir, bilmədiklərini öyrənmək istəyir, maraqlı olanı araşdırmaq istəyir. Bu hər bir insanda olan bir xüsusiyyətdir. İndi təsəvvür edin ki, biz elə bir dünyada yaşayırıq ki, ətrafımız sirli bir aləmdir. Ətrafımızda bilmədiklərimiz həddindən artıq çoxdur. Ətrafımızda elə hadisələr baş verir ki, biz mütləq onu öyrənmək istəyirik. İstər bu təbii hadisələr olsun, istər insanlarla bağlı olsun, istər insanın özünə aid olsun. Yəni bizim ümumiyyətlə yaşadığımız aləm, bu dünyada baş verən hadisələr, dünyanın özü, insanın həyatı kifayət qədər suallar doğuran bir məqamlardır. Təbiidir ki, insan bir çox suallara həmin bu dinin əsasları ilə çata bilər. Bir çox sualları dinin əsasları ilə özündə cavablandıra bilər. Təbiidir ki, dinin əsaslarını öyrənmənin başlıca səbəbi elə budur. İnsanda elə bir duyğular var ki, təbiidir ki, həmin o duyğulara əsasən insan bilmək istəyir. Bilmək istəyir ki, haradayam? Bilmək istəyir ki, mən haradan gəlmişəm? Bilmək istəyir ki, nə üçün bu dünyadayam? Bilmək istəyir, sonum necə olacaq? Və təbiidir ki, bu suallara ən gözəl cavab dində verilir. Din elə bir dünya görüşüdür ki, insanın bütün suallarına cavab verməyə qadirdir. Din, xüsusilə sonuncu din, Allahın bəyəndiyi din, tam kamil bir din olan İslam dini insanın ehtiyaclarını, insanın suallarını tam olaraq cavablandırır. Bu sualları da cavablandırmaq üçün mütləqdir ki, insan dinin əsaslarına, dinin kökünə baş vurmalıdır, müəyyən qədər burada araşdırmalar aparmalıdır.
Digər tərəfdən insanda şükür etmə duyğusu var. İnsan adətən təşəkkür etmək hissi var insanda. İnsanlar yaxşılıqlara mütləq təşəkkür etməyi özlərinə borc bilirlər və vicdanlı insanlar, ağıldan istifadə edən insanlar, ağıllı insan, əlbəttə hamı ağıllıdır, amma var ağıllı insanlar da iki cürdür. Ağlından istifadə edənlər, ağlını işlədənlər və yaxud da ki, xeyr, ağıllı olmasına baxmayaraq çox az istifadə edənlər və ya ancaq məhdud istifadə edənlər. O insanlar ki, təbii ki, ağlından istifadə edir, o insanlar ki, təbii ki, vicdanları oyaqdır, o insanlar ki, ağlından istifadə edir, o insanlar yaxşılıqların müqabilində şükr edirlər, təşəkkür edirlər. Təbii ki, yaxşılıqların müqabilində biz insanlara təşəkkür edirik, yaxşı əməllərin müqabilində. Təbii ki, yaxşı əməllər də ilahi bir nemətdir, Allahın verdiyi bir nemətdir, insanların vasitəsilə bizə çatır. Ona görə də yenə də Allaha da şükür eləməliyik. Hər halda insanda bir şükür etmə duyğusu var. Məsələn, adi bir insan həkimə gedir, ölümcül halda olur və ya ki, ölümcül olmasın, müəyyən bir xəstəliyi olsun, o xəstəlikdən sağalır. Adi bir diş həkiminə gedir, diş həkiminlə müalicə olur, dişlərini düzəltdirir. Ondan sonra həmin onu müalicə edən həkimi harda görsə, mütləqdir ki, istəyir ona salam versin, ona təşəkkür eləsin, ona çox sağ olunu bildirsin, nə cür söz təşəkkürünü bildirirsin və hörmət eləsin. Bunun mənası onunla gəlir çıxır ki, insan fitrətən belə yaranır, insan belə bir varlıqdır ki, xoşlayır, ona yaxşılıq olunsun və onun müqabilində də insan təşəkkür eləsin. İndi biz əgər bunu bir qədər geniş anlamda buna baxsaq, görərək ki, biz bu dünyada an-ba-an davamlı olaraq tükənməyən və bitməyən nemətlərə qərq olmuşuq. Bizim bu dünyada ən böyük nemət bizim varlığımızdır. Allahın bizi bu dünyada yaratmasıdır, bizə varlıq verməsidir, bizə həyat verməsidir, bizi bir insan kimi bu dünyaya gətirməsidir. Təbii ki, hər bir insanın borcudur ki, onu təbii olaraq nemətlərə qərq eləyən, onu bütün nemətlərinə davamlı şəkildə qonaq eləyən və həmişə nemətlərinin içərisində olan insan təbii ki, bu nemətləri verəni tapmaq istəyir və ona təşəkkür eləmək istəyir. Təşəkkür eləmək üçün birinci tanımaq lazımdır. Tanımadan insan kimə təşəkkür edə bilər? Təbii ki, heç kəsə. Odur ki, insanda olan şükür etmə duyğusu, belə deyək, insanda olan şükür etmə, təşəkkür eləmək hissi bir fitri hissdir insanın daxilində və insan istəyir ki, ona yaxşılıq olanı tanısın və ona təşəkkür eləsin. Ona təşəkkür eləmək üçün mütləq ki, tanımaq lazımdır. Bax, həmin bu nemətləri verən, insanı sonsuz nemətlər və tükənməyən nemətlər içində qərq edən Allah Təbarək və Teala'dır və onu da tanımağın yeganə yolu onun göndərdiyi dini araşdırmaq və təbii ki, dinin əsasları elə yaradanı tanımaqdan, onun varlığını dəqiqləşdirməkdən başlayır. Odur ki, bu ikinci bir səbəbdir ki, bizə dinin əsaslarını araşdırmağa köməkçi ola bilər. Üçüncü məsələ isə insanda ümumiyyətlə insanın xeyrinə olan hər bir şeyə doğru can atmasıdır. İnsan istər-istəməz, hətta ağılsız adamdan belə bir xeyir söz eşidəndə, yəni öz mənfəətinə dair bir söz eşidəndə istər-istəməz onu araşdırmaq istəyir. İstər-istəməz onun ardınca getmək istəyir. İnsan bu cürdür. Hər harda ki, onun xeyri var, hətta kiçik bir ehtimal da olsa, o ehtimalın ardınca gedir. Və insanın bu fitri bir duyğudur, bir hissdir insanda ki, insan harada onun mənfəəti varsa, xeyri varsa gedir. Məsələn, əgər bizə bu dəqiqə bir nəfər az yaşlı uşaq və yaxud da ağıldan bir kəm uşaq, ağıldan bir kəm insan xəbər verək ki, məsələn, şəhərin harasındasa insanlara, məsələn, pulsuz hədiyyələr verirlər. Hər kim gələ ora böyük bir hədiyyə alacaq. İstər bu yeməli olsun, istər bu geyinməli olsun, belə bir xəbər deyərək eşidək. İstər-istəməz insan o xəbərin ardınca inanmasa da belə, heç olmasa yol üstü bir ora gedib baş çəkmək istəyək, görüm orada nə xəbərdir. Niyə?
Çünki onun xeyrinə nəsə söz deyilib, xeyrinə xəbər alıb, mənfəətinə xəbər alıb. Təbiidir ki, insan harada onun mənfəəti varsa, heç inanmasa da belə mütləq ki, onu bir araşdırıb, onu bir dəqiqləşdirməyi istəyər. İndi biz dinə qayıdırıq. Din elə bir sahədir ki, insanlara doğrusu heç kəsin şək şübhə etmədiyi Peyğəmbərlər tərəfindən insanlara behişt vədisi verib. Deyib ki, əgər bu dünyada yaxşı insanlar olsaz, onlar Peyğəmbərlər Allahın sözlərini bizə çatdırırlar ki, əgər bu dünyada yaxşı insanlar olsaz, ölümdən sonra səadətli bir həyat gözləyir sizi. Və insan üçün bu böyük bir mənfəətdir. İnsana böyük xeyir vədə veriblər Peyğəmbərlər dinin vasitəsilə. Deyiblər ki, əgər siz bu dünyada yaxşı insan olsaz, Allah Teala sizin mükafatınızı ondan da yaxşısını verəcək, mükafatını verəcək sizə. Odur ki, biz bu xeyrin, mənfəətin araşdırılması, mən demirəm birbaşa ardınca getmək, ən azından istənilən normal ağla sahib olan insan, ağlından gözəl istifadə edən insan istəyər ki, bunun dalıca geçsin. Axı, bizə xeyir vədəsi verən, mənfəət vədəsi verən 124 min Peyğəmbər, onlar bəşəriyyətin, insanların dövrünün ən inandığı insanlar olublar və ən pak insanlar olublar. Təbiidir ki, bu cür insanların dediyi sözün ardınca gedib araşdırmaq lazımdır ki, görək doğrudan mı belə bir şey var və yaxud yoxdur. Ən azından bunu araşdırmaq lazımdır ki, bunun da araşdırılması yolu dinin əsaslarındadır, dinimizin köklərini araşdırmaqdadır. Və eyni zamanda bunun əksi də insanda var. İnsanda məsələn elə bir duyğu var ki, insan ziyandan qaçır. Məsələn, bir dənə balaca uşaq gəlib indi bizə desə ki, mən gördüm pencəyimizin içinə bir dənə əqrəb daxil oldu. Təbiidir ki, mən istəyərəm, heç inanmasam da belə bir əlimi cibimə salım, o əqrəbi araşdırım görüm var ya yoxdur. Çünki olmadı elə oldu belə birdən uşağın doğru deyibsə, həmin o əqrəb məni sancar və canıma bir ziyan eləyər. Ona görə mən ziyandan qaçıram. İnsan bu cür varlıqda. Harada bilsə ziyan var, ondan qaçır. Zərərdən qaçır. İndi dini tərəfdə götürəndə Allah Teala Peyğəmbərlərinin vasitəsilə bizə, pis insanlara, günahkar insanlara əzab vədəsi verib deyib. Əgər bu dünyada günah eləsəz, əgər bu dünyada küfr eləsəz, müşrik olsaz, haqdan dönsəz, o dünyada sizi ahirətdə böyük bir əzab gözləyir. İndi bu əzab bizə ziyandır, zərərdir, əbədi cəhənnəm odur, bizim ziyanımızdadır. İndi bu ziyanı bizə 124 min Peyğəmbər, səmavi kitablar xəbər veriblər. Yeri var ki, biz insan kimi o fitrətimizdə olan hisslərimizin ardınca gedək, bunu araşdıraq, görək, bu doğrudur, doğru deyil. Təbii ki, bunun da yolu dinin əsaslarını araşdırmalıdır. Xülasə olaraq bildirmək istəyirəm ki, bizim bugündən olaraq çox qısa şəkildə müzakirə edəcəyimiz mövzu dinin əsaslarıdır. Həmin İslam dininin əsasları olan üsul-i dindir. Və biz çox qısa dəlil və sübutlarla İslam dininin əsaslarını araşdıracağıq. Və bu araşdırmağa ilkin dərsimizdə onu bildirdik ki, bu araşdırmamız başlayır ondan ki, bu araşdırma bizə lazımdır, ya lazım deyil. Və qeyd elədik ki, biz insanda olan daxili istəklər, hisslər, fitri hisslər insanı vadar edir, məcbur edir və ya insan özü buna məcburdur. İnsan daxilən belə bir varlıqdır ki, araşdırsın insanın. Bu araşdırmalar da təbiidir ki, dinin əsaslarında mümkündür və dinin əsasları elə bir sahədir ki, insan onu kimdənsə eşitməklə və yaxud da ki, ata-babadan qalmaqla əməl olması bir yol deyil. Dinin əsaslarını, İslami usul-i gərək hər bir kəs özü araşdırsın və özünə görə dəlilləri, sübutları olsun. Bura qədər və selamun aleykum və rəhmətullahi və bərəkatuhu.